Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam dəyərli 8-ci siniflər. Bugün bölmə 6 turşular və əsaslar iş dəftərindən 6.1 turşular mövzusunun suallarına baxırıq. Birincidə turşuların formulunu yaz deyir. Sual cavabı yazmamışdan əvvəl sizə deyim ki, bir çox şagirdlər bu bölmədə çətinlik çəkirlər. Mövzu özü də biraz qarışıqdır, dissosiasiya falan verilib. Ən azından siz bu turşuların adlarını və formullarını əzbərləsəz, gələcəkdə sizə çox yardımcı olacaq. Deməli, turşuların formulunu yaz deyir burada. Nitrat turşusunun formulu HNO3-dür. Perxlorat H-xloro 4, karbonat turşusu H2SO3, xlorit turşusu H-xloro 2, ortofosfat H3PO4, sirkə turşusu CH3COH. Bu üzvü turşudur, bu digərləri isə qeyri-üzvü turşudur. Hipoxlorit turşusu H-xloro, sulfat H2SO4, xlorit H-xlor, xlorat H-xloro3, sulfid H2S'dir. Pirofosfat H4P2O7. Burada həmçinin sizə qısa bir qeydlədiyim, deməli, bəzi qeyri-metallar var ki, onların 4 əmələ gətirdiyi turşu var. Bunları adlandıranda necə adlandırırıq? Dərs izahını verəndə itaatdan kiçikdir deyə qayda demişdim sizə. O nə vaxt keçərli idi? Məsələn, H2SO3, H2SO4 verib. H2SO3-də kükürdün valentliyi 4-dür. Ona görə burada adlandıranda sulfit adlandırırıq, sonu it olur. H2SO4-də isə 6-dır. Burada valentliyi çoxdur da yuxarıdakından. Ona görə buna sulfat deyirik. Sonu at olur. İD şəkilçisi isə oksigensizlərdə olur ancaq. Deməli, bəs burada necə eləyəcəyik? Bunun 4 dənə turşusu var. O zaman söz öndən istifadə edirik. Ən kiçik olanda 1 valentli, 3 valentli, burada 5 valentlidir, burada isə 7 valentlidir. Ən kiçik olanda ə, söz onu olaraq hipo sözündən istifadə edirik. Hipoxlorit, sonra isə xlorit, xlorat. Bu isə ən yüksək valentliyi göstərdiyi turşudur axı. Burada isə per sözündən istifadə edirik. Bu da olacaq perxlorat. İkinci suala baxaq. Turşuların molekullarının quruluşunun təsvir edilməsi tanış olmusan? A-da deyir, ortofosfat turşusunun molekulunun quruluşunu təsvir et. Əvvəlcə ortofosfat turşusunun formulunu yazaq. H3PO4-dür bu. Deməli, bu 3 əsaslı turşudur və bu əsaslığa aid olan hidrogenlər oksigenlərlə rabitə əmələ gətirir. Sonra o oksigenlər mərkəzi atomdan və burada 3 dənə oksigeni yazdıq. Biri qaldı axı. O bir dənə də oksigeni yazırıq. Fosforla 2 qat rabitə əmələ gətirir. Oksigen 2 valentli olduğu üçün 2 xətt çəkirik. Bunun molekul quruluşu belədir. Ortofosfat turşusu neçə əsaslı turşudur? Cavabını əsaslandıq. Ortofosfat turşusu gördüyümüz kimi burada baxın neçə dənə OH qrupu var? 3. 3 OH qrupu olduğu üçün 3 əsaslıdır. Yəni oradakı hidrogenlərin hamısı metanla əvəz oluna bilir. Üçüncü suala baxaq. Məhlulların elektrik keçirilizini yoxlamaq üçün sadə bir qurğudan istifadə edilir. Bu qurğu hansı hissələrdən ibarət olur? Elektrodlardan, lampadan, kimyəvi stəkandan
naqillər və sabit cərəyan mənbəyindən Çirəşi çörəyinə qalmadı deməli. Heç bir şey qalmadı. Mənbəyindən ibarət olur. Bu hansı qurğudur? Belə bir var idi ha. Katod, anod deyirdik. Katod mənfi yüklü olan idi. Anod müsbət yüklü. Bunlar elektrodlar idi. Sonra bunlar naqilə qoşulurdu. Cəryan mənbəyinə yəni. Və aşağıda da lampa olurdu. Burada da belə bir lampa şərt olaraq. Əgər elektrik cərəyanı keçirsə lampa yanırdı. Bu lampa da həmçinin sabit cərəyan mənbəyinə qoşulurdu. Bax görək B-dən nə deyir? Necə müəyyən olur ki, məhlul elektrik cərəyanı keçirir? Lampa işıq saçırsa, məhlul elektrik cərəyanı keçirir deməkdir. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. B bəndindəki cavabımızı əsaslandırmağımız istəyir C-dən. Deməli, əgər məhluldan sabit cərəyan keçirdikdə maddə ionlarına ayrılırsa, deməli o elektrolitdir. Və lampa yanır. Bunu əslində özünüz başa düşdüyünüz formatda, yəni öz sözlərinizdə yaza bilərsiniz də. Orada işığın yanması. Anionlar anoda tərəf gedir, kationlar katoda tərəf gedir. Cərəyan keçirdikdə və elektrik də məhluldan keçdiyi üçün orada qurğuda cərəyan ötürülür də lampaya, ona görə lampanın da işığı yanır, lampa yanır. Turşular suda həll edildikdə elektrolit dissosiasiyadır. Elektrolitik dissosiasiya nədir? Burada tərifi deyiləm. Maddələri suda həll etdikdə və ya əritdikdə onların ionlara ayrılması prosesidir. Elektrolitik dissosiasiya. Xlor turşusunun elektrolitik dissosiasiya tənliyi necədir? Xlor turşusu belə yazılır. Dissosiasiya etdikdə H müsbət və xlor mənfi ionlarına ayrılır. Sulfat turşusunun elektrolitik dissosiasiyası xlor turşusunun elektrolitik dissosiasiyasından nə ilə fərqlənir? Sulfat turşusunun elektrolitik dissosiasiya tənliyi necədir? Əvvəlcə gəlin dissosiasiyasından nə ilə fərqlənirsə, deməli 2H, burada isə SO4 2 mənfi alınır. H-xlorun da dissosiasiyasını yazdıq. Deməli, dissosiasiyasından nə ilə fərqlənirsə, sulfat turşusu belə yaza bilərsiniz. Xloriddən daha qüvvətlidir. Ona görə daha sürətli dissosiasiya edir. Yəni, nə qədər qüvvətlisə, o qədər dissosiasiya o qədər qüvvətli gedəcək, sürətli gedəcək. Amma zəif turşu olsa, məsələn, karbonat turşusu zəifdir, onun dissosiasiyası zəif gedir. Sulfat turşusunun elektrolik dissosiasiya tənliyi yazdıq. Bir də fərqlənməsi nəyə görədir? Bu dissosiasiya edəndə 3Na sayda ion əmələ gəlir. Amma H-xlor dissosiasiya edəndə 2Na sayda ion əmələ gəlir. Bir fərq də budur.
Beşinci suala baxaq. Suda neytral mühitin olduğu sənə məlumdur. Turşular üstəlikdə bu mühit dəyişir. Bu zaman hansı mühit yaranır? Bu hansı ionlar hesabından baş verir? Turşuları suda əldə etdikdə metasilkat turşusu istisna, çünki o çöküntüdür, mühit yaratmır. Turş mühit yaranır. Turş mühit yaranır. Bu H müsbət ionları hesabına baş verir. Bu mühiti necə müəyyən etmək olar? Burada yadınızdasa kitabda hansı, məsələn, universal indikator götürürüksə, qırmızı rəng olur. Lakmus kağızı, göy lakmus kağızını götürəndə turş mühitdə, bu da qırmızı rəng olur. Metal oranj götürsək, bu da qırmızıya boyanır. pH isə 7-dən kiçik olur turş mühitdə. Bunu uzun-uzaq da yaza bilərsiniz. Universal indikator turş mühitdə qırmızı rəngə boyanır. Göy lakmus kağızı turş mühitdə qırmızı rəngə boyanır. Metal oranj turş mühitdə qırmızı rəngə boyanır. pH turş mühitdə 7-dən kiçik qiymət alır. 6-cı suala baxaq. Uyğunluğu müəyyən etdir. Qüvvətli turşunu suda məhluludur. Zəif turşunun suda məhluldur, distillə suyudur. Baxaq. Biz burada nə görürük? Lampa yanmayıb. Demək ki, buradakı maddədə maddə ionlarına ayrılmır və cərəyan keçmir. Lampa ona görə yanmır. Deməli, burada baxın, proses necə baş verir? Bu cərəyana qoşmuşuq bunu. Bu buradan gəlir. Əgər burada ionlar ayrılırsa, bu elektrik cərəyanı keçir və bu lampanı yandırır. Yox, ayrılmırsa yandırmır. Deməli, bu nə olacaq? Birincisi olacaq distillə suyu. Distillə suyu elektrik cərəyanı keçirmir, qeyri-elektrolitdir. 1-ə gedir 3. 2-yə baxaq. 2 ilə 3-ü müqayisə eləsəz, nə görürsünüz? Bu daha parlaq yanır da. Deməli, bu nədir? Qüvvətli turşunun suda məhluludur. 2-yə gedir 1. Bu da yanır, amma zəif yanır. Deməli, zəif turşunun suda məhluludur. Da olur 2. Dediklərini elə burada cavabınızı əsaslandırıb yaza bilərsiniz. Lampanın yanıb yanmamasına əsasın. Deməli, kimyəvi stəkanlardan birində müəyyən miqdar distillə suyundan sulfat turşusu, digərində isə xlor turşusu həll edilir. Turşu molekulları suda tam elektrolitik dissosiasiya edir və məhlullarda H müsbət ionlarının sayı bərabər olur. Hər şey turşunun ümumi dissosiasiya tənliyini yaz. Deməli, H2SO4-ün dissosiasiya tənliyi yazaq. Və xlorid turşusunu yazdıq. Suda həll edilən turşu molekullarının say nisbətini hesabla. Uşaqlar, burada nə deyir? Bax, müəyyən miqdar distillə suyunda sulfat turşusu və xlor turşusu həll edilib. Turşu molekulları suda tam elektrolitik dissosiasiya edir. Məhlullarda H müsbət ionlarının sayı bərabər olur. Biz burada nə görürük? Baxın, 1 mol sulfat turşusu götürsəm, burada 2 Na sayda H müsbət ionu əmələ gələ bilər. Burada 1 mol xlor turşusu götürəndə 1 Na sayda H müsbət ionu əmələ gəlir. Demək ki, mən bunu neçə mol götürməliyəm? 2 mol götürməliyəm ki, 2 mol bundan əmələ gəlsin ki, H müsbətlərin sayı bərabər olsun. Say nisbətini deyirsə, suda həll edilən turşu molekullarının say nisbəti. Deməli, 1 mol H2SO4-dür, 2 mol da H xlordur. 1-in 2 olan nisbətini götürəcəyik. Məhlullarda olan ümumi ionların say nisbətini hesabla. Gəlin baxaq. Burada H müsbət ionu var. NH müsbətin NSO4 2 mənfiyə nisbəti və N xlor mənfi olan nisbətini tapaq. Deməli, biz burada H müsbəti nə qədər tapdıq? 2 burada, 2 də burada. Demək ki, ümumilikdə 4-dür. SO4 nə qədərdir? 1. Xlor nə qədərdir? 2. Ümumi say nisbəti belə olacaq. Turşu molekullarının quruluşunun təsvirinə əsasən rabitələrin sayını hesablamaq olar. Sulfat və perxlor turşularının molekulun quruluşunu təsvir et. Sulfat turşusu H2SO4-dür. Perxlorat H-xloro4-dür. Yanına da yaza bilərsiniz, yadınızdan çıxmasın. H-xloro4.
Yazdıq. Bu molekullarda olan kovalent rabitələrin sayını müəyyən et. Baxaq. Bu ilə rabitələrin hamısı burada kovalentdir. Kovalent rabitə nə idi? Qeyri-metallar arasında yaranan. Bunun bir dənə də asan qaydası var. Deməli, oksigenin valentliyin turşularda oksigenin indeksinə vuranda kovalent rabitənin sayını tapa bilirik. 2 vur 4 neçə edir? 8. İndi gəlin hesablayaq. 1 burada, 2, 3, 4, 5. Bir dəqiqə mən səhvimi getdim. Oksijeni yazmamışam. Yaxşı ki, belə baxdım. Deməli, H2SO4 daha 4 dənə oksigen olmalıdır. Deməli, 5, 6, 7, bu da 8. Perxlorat turşusunda müəyyən eləyək. H-xlorod 4 deyir, burada da 8 olmalıdır. Hesablayaq da, baxaq burada. 1, 2, 3, 4, 5, 6, 7, 8. Həqiqətən də 8 dənədir. 9-a baxaq. Hansı turşunun molekulu təsvir olunmuşdur? Bu turşunun dissosiasiya tənliyi necə olar? Baxaq görək bu nədir? Burada nə görürük? H görürük. Bu H oksigenlə birləşib. O oksigen də xlorla birləşib. H xloro 3-dür. Dissosiasiya tənliyi yazsaq, H xloro 3-ün dissosiasiya tənliyi bir dənə hidrogen müsbət və xloro 3 mənfi ionu əmələ gəlir. Bu qədər. Buradan bu qədər başa düşmədiyiniz, anlamadığınız, məsələn, bu cavabları əsaslandırın hissəsində başa düşmürsünüzsə, bu dediklərimi, onsuz da bunu burada yaza bilməyəcəksiniz. Rəydə sualınızı yazın, cavablandırın. Sağ olun, salamat qalın.